bilirsiniz ki, yağış da yağır. Daha doğrusu yağırdı, indi vəziyyət necədir bilmirəm. Yollarda vəziyyət təsəvvür edirəm. Təsəvvür eləmək lazım. Onsuz da normalda da bu saatlarda çox sıxlıq olur, tıxac olur, amma yağışda bu biraz da artır. Amma vəziyyət necədir? Bunu bizə Samir deyəcək. Həmkarımız Samir Abbasov canlı bağlantıdadır. Görək hardadır və vəziyyət yollarda necədir? Sabahınız xeyir olsun Samir, xoş gördük sizi. Salam Firuz, salam Aynur, sabahın xeyir Azərbaycan. Məmləkətimin bütün insanlarını salamlayıram. Hər birinizə xoş, uğurlu və problemsiz bir gün arzu edirəm. Biz isə hazırda paytaxtın ən hərəkətli nöqtələrindən biri olan Şamaxınka adlanan ərazisindəyik. Gördüyünüz kimi səhər saatlarında paytaxtda müşahidə olunan yağışlı hava şəraiti var və bu öz yollara da öz təsirini göstərib. Vəziyyət kifayət qədər gərgindir. Tıxaclar hər yerdə müşahidə olunur. Mən indi adlarını sadalayacağım təbii ki. Mən deyərdim ki, tıxaclar artıq bizim həyatımızın bir hissəsinə çevrilib. Hətta sürücülər bəzən sükanı yox, öz səbrini bu tıxaclarda idarə etməli olurlar. İndi isə tıxacın ən çox müşahidə olunduğu istiqamətləri sizin nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, Nəqliyyatı İntellektual İdarə Etmə Mərkəzindən verilən məlumata görə sıxlıq əsasən bu istiqamətlərdə müşahidə edilir. Bakı-Sumqayıt şosesi Xırdalan dairəsi istiqamətində, Ziya Bünyadov prospekti Əhməd Rəcəbli küçəsi ilə kəsişmə hər iki istiqamətdə, Ali Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətində, təbii ki, 20 yanvar dairəsində, Tbilisi prospekti hər iki istiqamətdə, Heydər Əliyev prospekti köməkçi yol mərkəz istiqamətində. Belə, yollarda vəziyyət belədir. Əgər əsəbləşmək istəmirsinizsə, qanınızı qaraltmaq istəmirsinizsə, bu saydığım yollardan istifadə etməyinizi sizə tövsiyə etmirəm. Ümid edirəm tıxaclar ən qısa zamanda açılar, yoxsa sürücülər artıq bir-birini yaxından tanıyacaqlar. Bu tıxaclı havadan sonra mən istərdim ki, hava haqqında sizə biraz məlumat verim. Hava gözəldir. Baxmayaraq ki, dünən axşam saatlarında, bugün səhər saatlarında yağış yağıb. Ümumilikdə hava, iqlim yollar qədər öz sərt üzünü bizə göstərmir. Mən hava işlərinə çox qarışmayacağım. Sonra bizim dəyərli aparıcılarımız efir vasitəsilə bizə öz iradlarını bildirirlər ki, hava haqqında çox danışmayın. Çünki hava məlumatını sizə çatdıracaq bizim xüsusi həmkarımız var. Odur ki, yeni oyanıb bizə yenicə qoşulan tamaşaçılarımıza salamlamaq istəyirəm. Sizin də sabahınız xeyir olsun. İsti çay və ya qəhvənizi süzün, ekran qarşısında yaxın əyləşin. Çünki qarşıda sizi çox maraqlı, gözəl, eyni zamanda maarifləndirici süjetlərimiz gözləyir. Bilirəm, indi redaktorumuz oradan bildirir ki, Samir artıq yekunlaşdı. Çünki vaxtımız çox azdır. Buradan ona demək istəyirəm ki, Orxan Cüvarlı, narahat olma. Mən artıq reportajımı bitirirəm. Növbəti canlı yayımlarda görüşənə də hörmətli tamaşaçılar, əhvalınız xoş olsun. Yüksək emosiyalarda yaşayın, pozitiv qalın. Məndən bu qədər. Buyurun Firuz və Aynur, söz sizdədir. Hələlik. Samir Abbasov, təşəkkür edirik. Sağ ol, ay Samir. Çox sağ ol. Maraqlıydı, çox xoş idi. Özünə məxsus idi. Bəli, özünə məxsus aurası var Samirin və o ümid eləyirik, o pozitivliyi həm bizi ötürə bildi və ümid eləyirik ki, tamaşaçılarımıza da ötürə bildi. Mənim çox belə bir arzum var, yəni bir kiçik bir arzu deyil, çox böyük bir arzu deyil, amma çox istəyirəm ona çatım nə vaxtsa. 20 yanvar dairəsi ilə Dərnəgüllün tıxacsız bir gününü görmək. Bir saatını, günü çox oldu. Bir saatı belə olur da niyə tətillərdə, nə bilim, yayda? Nə bilim, valla. Mən 20 yanvar dairəsində tətillərdə belə tıxac olmadığını görməmişəm. Bəlkə mən görməmişəm, bilmirəm, yəni. Ola bilər.